Salam dostlar, bu günəm sizlərlə bir yerdə 9-cu sinif inşa modeli necə yazılmalıdır deyəcəyəm. 9-cu sinif inşa modelini ilk növbədə yazmaq üçün 35 sözü keçməliyik full bal almaq üçün. Və 7 bal almaq üçün inşada 35 sözü keçməliyik. Və bu 35 sözü necə yazmalıyıq? Yəni ki, hər sözdən çox təkrarlamaq lazım deyil. Əgər o sözü çox təkrarlasaq 3-4 dəfə, o sözə bal verməyəcəklər. Mayka məsələn 3 dəfə yazıq, birinci mayka bal verəcəklər, yəni ki, digər 2 eyni sözə bal verilməyəcək. Onun üçün hər sözün ya sinonim istifadə etmək lazımdır, ya da ki, çalışdığımız qədər eyni cümlələr qurmaq lazım deyil. Fərqli cümlələr qurmaq lazımdır başqa bir sözlərdən. Məsələn deyək help. Help kömək etməkdir. Onun yerinə ikinci dəfə aid istifadə edə bilərik, assist istifadə edə bilərik. Ondan sonra 35 söz keçilməli olduğundan biz cümlələrdə özümüzdən cümlə artıracağıq. Yəni ki, bu mənim dediyim cümlələr bütün cümlələrdə istifadə olunacaq. Bütün inşalarda istifadə edə bilərik. Məsələn, birinci növbədə it's obviously seen from the picture that bu sözü başlanğıcda, yəni ki, inşanın başlamazlıqdan əvvəl istifadə etməliyik. Onun yerinə on one hot summer day istifadə edə bilərik ki, bunu da başlanğıcda, yəni ki, bir isti gündə istifadə edə bilərik. Ondan sonra ikinci olaraq cümlədə nə olmalıdır? Həmişə inşa yazdığımız zaman keçmişdən istifadə etmək lazımdır. İnşa yazdığımızda inşa keçmişdə olmalıdır. Keçmişdə baş verməlidir. Olmuşdu, bitmişdi kimi ifadələrdə istifadə etməliyik. Məsələn, köməkçi hissədən was were və bəzi sözlər var ki, məsələn, amor feillərdir ki, onlar təkrarlanır da, yəni ki, indikidə, gələcəkdə və keçmişdə eyni qalır. Məsələn, kat. Bunlardan da istifadə edərək, qarşısına was qoyaraq təyin edici keçmişdə olduğunu bilə bilərik. Ondan sonra, məsələn, go. Go-nun keçmiş zamanı, məsələn, went-dir, bunu qoya bilərik. Məsələn, helped idini artıra bilərik keçmiş zamanları. Yəni ki, keçmiş istifadə etdiyimiz zaman ya it, ya was were qoymalıyıqdır. Bu lazımdır. Məsələn, biz keçmişdə istifadə ediriksə, cümlə axırına qədər keçmişdə yazmaq lazımdır. Məsələn, keçmiş istifadə edək, gələcək zaman yazıq, o səhv olacaqdır artıq. Ondan sonra bizdə obyekt olmalıdır. Məsələn, məkan olmalıdır ki, biz inşa yazdığımızda təsəvvür etdiyimizdə obyekt olmalıdır. Məsələn, evdə. Məsələn, mən evdə ad gün etdim. Öz evimi, obyekti təsəvvür etdim. Əgər biz obyekti, məkanı təsəvvür etməsək, bizə bal verməz. Sonra subyekt olmalıdır. Mən, məsələn, qardaşım Sədrəddin ilə, məsələn, bir yerdə parkda gəzdik. Həm məkan var, həm də subyekt var. Yəni, subyekt olmalıdır. Yəni ki, yazaq. Üzrüsən, xəttim pisdir, amma belə deyirəm, başa düşərsiniz. Güman edirəm. Dördüncü olaraq emosiya bildirməliyik. Yəni ki, cümlənin sonunda və yaxud da cümlənin ortasında istifadə edə bilərik. Məsələn, deyə bilərik ki, Ayla was very fun. O xoşbəxt idi. Happy deyə. Happy. And excited. Məsələn, bunu mən bütün cümlələrin axırında istifadə edirəm və cümləmi daha çoxaldır və sözlərim daha çox olduğundan daha çox bal verirlər. Ondan sonra biz istifadə etməliyik cümlənin ortasında following zətdən. Following zət, yəni ki, bundan əlavə bu sözü də istifadə edərək sözümüzü artıra bilərik. Çalışdığımız qədər hər bir sözün 35 söz olması üçün
bizə bal versinlər deyə əlavə sözlər qoşuruq. Məsələn, it's obviously seen from the picture Z-dən və ya on one hot summer day bu girişdə. Ortada following Z-dən də verə bilərik. Sizə bunları vermədən də bal verəcəklər, amma bunları verərək az söz yazsınız da bu sözlər sizi çoxaldacaq söz sayısını. Məsələn, following Z-dən. Ondan sonra axırı inşaatdakı axırıncı cümlə belə bitməlidir. Finally, sonda və ya at last. Məsələn, başlanğıcda belə olacaq da. It's obviously və ya ki on one hot summer day, yəni başlanacaqdır. Ondan sonra biz subyekti deyəcəyik, məkanı deyəcəyik. Ondan sonra bu inşanın ortasında following Z-dən istifadə edəcəyik və axırda da final'da istifadə edib, ondan sonra sonda Ayla was very happy, yəni ki sonda Ayla xoşbəxt oldu çox. Final sonda deməkdir. Axırda. Və bununla da inşamızı bitiririk. Yəni bunlarla istifadə edərək tam bal ala bilərsin inşada. Çalışdığınız qədər söz artırmağa çalışın, amma cümlələr düz olma şərti ilə. Amma eyni sözlər yox, müxtəlif sözlər olmalıdır. Və bəzi sözlər var ki, inşa zamanı ondan çox istifadə edilir. Məsələn, bizdə 9-cu sinifdə inşası lazım elə sözlər var ki, onlar bizə çox lazımdır. Məsələn, suddenly, birdən. Bu lazımdır bizə. Məsələn, birdən hadisə baş verdi. Bu söz ağlımıza gəlmək üçün əzbərləmək lazımdır. Bəziləriniz bilir. Məsələn, on the way home, evə gedərkən. Bir də ki, belə bir söz var. Təsadüfi. Məsələn, bunun harada istifadə edə bilərsiniz bu sözü? Yəni ki, təsadüfi o qarşıma çıxdı. Burada istifadə edə bilərsiniz. Sonra because of this sözü var. Məsələn, söz önü kimi. Bunu məsələn istifadə edə bilərik ki, mən alma yediyimə görə, buna görə doymuşdum. Çox lazımdır. Məsələn, buna görə. Bu söz çox lazımdır. Because of this məsələn. Bu ifadə çox istifadə olunur buna görə. Və deyə bilərəm ki, sizə şifahi olaraq. The better than before, əvvəlkindən daha yaxşıdır ifadəsi çox istifadə olunur. Məsələn, o qəza keçirdikdən sonra xəstəxanaya bir həftə qaldıqdan sonra əvvəlkindən daha yaxşı olur. Bir də one more time.